Herkese salam. Bugün izah edeceğim mövzu adjective classes. Gəlin başlayaq. Birinci sual. Öncədən onu bildirmək istəyirəm ki, budaq cümlələrdə heç vaxt sual quruluşunu götürmürük. Yəni, budaq cümlənin quruluşu nəqli formada olmalıdır. Bağlayıcı, mübtədə plus xəbər. Buna görə ikinci budaq cümləni çıxırıq. Which have they translated quruluşu yanlışdır. Sual qurublar bizdə. Daha sonra diqqət etməliyik, novels cansızdır və cəmdədir. Cansızdırsa özü-özünü tərcümə edə bilməz. Axı biz bunu tərcümə elətdirməliyik. Yəni bu quruluşu məchul növ qurulmalıdır. Üçü düz götürəcəyik. Bir də məchul növ olmadığı üçün çıxmalıyıq. Avtomatik. Daha sonra 5'e çıxmalıyıq. Biz nə üçün? 5'də xəbər tək verilib, amma verilən isim cəmdə də həzi çıxacaq. Qalacaq 3-lə 4. Cavab B variantı. Daha sonra baxarıq. Do you know the songs? The songs cansızdır və cəmdədir. Sual quruluşu olmadığı üçün 3'ü çıxırıq. Hər D yanlışdır. Daha sonra cəm olduğu üçün həzi çıxırıq. İsimimiz cəmdədir, xəbər həz isə təkdir. Özü-özünü bəstələyə bilmir, bəstələnir. Ona görə bir yeni çıxırıq, bəstəboz olmalıdır. Əlimizdə qaldı 4-5 C variantı. Daha sonra növbəti 3-cü sual. The way cansızdır və təkdədir. Baxırıq variantlarda bütün feillərimiz indiki sadə zamanda verilib və təkdədirsə əgər eslənməlidir. Ona görə A variantına çıxdım, B-ni çıxdım, Y-ni də çıxdım. 2 variantımız qalır. Bir şey diqqət eləməliyik. Əgər isimdən sonra boşluq verilirsə, heç vaxt vaxtdan istifadə edə bilmirik. C variantında çıxacaq. Cavab burada olacaq. D variantı. 4-cü sualda. He often tells stories. Stories cəmdədir və cansız isimdir. Cəm olduğu üçün M-si çıxacaq. Həm də ruhdan istifadə edə bilməliyik. Düzgün cavabımız B variantıdır. Keçək digər variantlara baxaq. Yenə C variantda ruhdan istifadə olunub yanlışdır. Feillər eslənib. D, Y variantları yanlışdır. 5-ci suala baxırıq. 5-ci sualda the stories yenə cansız cəm isim verilib. B variantında xəbər təkdir, həzlə verilib, səhvdir. C variantı da həmçinin, D variantı da həmçinin səhvdir. İsimdən sonra vot istifadə edə bilmirik. Y variantı da səhvdir. Qalır variant A. 6-cı suala baxırıq. He is the man. Mən canlıdır və təkdədir. Canlıdır və təkdədir. Which cansızı əvəz edə bilir, çıxdı. Sual quruluşu qətiyyən olmaz demişdik. 4'ü çıxdı. Qalır 1-lə 3. Y variantı. 7-ci suala baxırıq. All the designs. Eslənib, yəni cəmdədir isimimiz. İsimimiz cəmdə olduğu üçün xəbər tək olan variantı çıxmalıyıq. 3-cü sualda, 3-cü budaq cümlədə. Daha sonra isimdən sonra vot işlənməz, bunu da çıxırıq. Qalır 1-2 B variantı. 8-ci suala baxırıq. English has an alphabet. Alfabet təkdədir, cansızdır. Təkdədir və cansızlığını çıxırıq. İsimdir, votu çıxırıq. Məkan bildirmir, C-ni çıxırıq. Daha sonra cansız olduğu üçün humu da çıxırıq. Qalır variant B variantı. 9-cu suala baxırıq. A bedtime story is a kind of story. Story burada tək isimdir və cansızdır. Cansız olduğu üçün onu atdım. İsimlə how, vot işlənməz atdım. D variantı help eslənməlidir, yəni xəbər tək olmalıydı, atdım. C variantında da həmçinin helps eslənməliydi feilimiz, çünki mübtədamız təkdir. A kind of story təkdir. Ona görə variant A variantı. Daha sonra növbəti sual 10-cu suala baxaq. In the national park there is a pass. Baxırıq, isimimiz təkdədir və cansızdır.
Məkan bildirmir anı çıxdı. B variantında fiil eslenmeliydi. Səhvdir. C variantında votdan başlayır dedik. İsimdən vot işlədə bilmirik. D variantında bizdə birbaş fiil verilib və gördüyümüz kimi xəbər burada verildiyi üçün biz birbaş fiildən istifadə edə bilməyəcək. D variantı çıxdı. Qalır that leads to a waterfall. D variantı doğru cavab. 11-ci suala baxaq. 11-ci suala baxaq demək. Oliver notes the grief. Grief sayıla bilən tək isim olduğu üçün, isim olduğu üçün votu atdıq. Tək olduğu üçün were atdıq. Cansız olduğu üçün who'su atdıq. Məkan bildirmədiyi üçün where'ni atdıq. Qalır Y variantı. Doğru cavab. Növbəti suala keçək. 12-ci suala. The mosque is still functioning. Sayıla bilən tək isim verilib gördüyünüz kimi məkan bildirmədiyi üçün B-ni atıram. B variantı doğru cavabımızdır. Cansız olduğu üçün who'nu atırıq. Daha sonra zamanla əlaqəli olmadığı üçün V-ni atdıq və isimdən sonra vot işləmir Y variantını atdıq. 13-cü sual. Let's go through the main points. The main points cəm isimdir və cansızdır. Bundan onu atacaq avtomatik. İsim olduğu üçün vot atıldı. Zaman bildirmir when atılır. Səbəb budaq cümləsi olmadığı üçün Y variantı atılır. Çünki bizdə təyin budaq cümləsidir. D variantı doğru cavab. Boşluqdan öncə gələn sözə fikir verək. Art movement, yəni tək isimdir və cansızdır. Whose atılır. Daha sonra məkan bildirmədiyi üçün atdıq where'ni. C variantını saxlayaq doğru cavab olaraq. D variantında votdan başlayır və isimdən vot işlədilmir. Whom da cansızlara aid olmur. Ona görə D variantı çıxdı. Və nəhayət 11-ci sualı istəyirəm izah edim və düşünürəm ki, bununla da kifayət edər izahımız. The hill demək isimdir, təkdədir. Təkdədir və baxırıq xəbərlər hamısı təkdədir. Okey, problem yoxdur. Amma cansız için isim olduğu üçün who'sdur, who'dur atılacaq. İsim olduğu üçün vot atılacaq. Və də məkan bildirdiyi üçün atılacaq. Qalacaq which has the world's longest name. Və variantı doğru cavab. Videolarımın davamlı olmağını istəyirsinizsə bəyənməyi unutmayın. Sağ olun.